Azərbaycan sosial şəbəkə segmentini rus dili və Azərbaycan dilli istifadəçilər arasında kim daha yaxşıdır mövzusunda baş verən söz atışmaları qədər heç nəyə canlandırmır. Birincilərin ən radikalları rəqiblərini gerilikdə ittiham edir. Digərləri isə rus dilliləri vətənpərvərlikdən uzaq olmaqda günahlandırır. Xüsusilə də mübahisə təsadüfən və ya bilərəkdən hansısa ictimai xadim və ya deputat tərəfindən başladıldıqda alovlanır. Müxtəlif millətlərdən olan milyonlarla insanı birləşdirən ünsiyyət vasitəsi olan rus dili eyni zamanda azərbaycanlıların öz daxilində də güclü bir bölücü amilə çevrilə bilir. Bunun səbəbi isə təkcə yaxın və uzaq müharibələr deyil. Salam əleykum, film sizinlədir. Bugün Azərbaycanda rus dili haqqında danışacağıq. Onun meydana çıxması, son 200 ildə oynadığı rollar, yüksəliş və enişləri, eləcə də dil siyasəti barədə. Bu materialın iki xüsusiyyəti olacaq. Birincisi, video 2 hissədən ibarət olacaq. İkincisi, mövzunun həssaslığını nəzərə alaraq material Azərbaycan dili ilə yanaşı ingilis və rus dilində təqdim olunacaq. Getdik. Yerli əhalinin nümayəndələrinin rus dilini bilməsi həmişə əhalinin böyük hissəsində, xüsusilə də onun mühafizəkar təbəqələrində narazılıq doğururdu. Narazılıq yaradan dil bilməyən özü deyildi. Bu əslində müsbət hal idi. Axı rus dili təxminən 200 il ərzində Qafqazda administrasiya və kargüzarlıq dili olmuşdu. Yerli əhalinin istəklərini kolonial administrasiyaya çatdırmağın ən sürətli və effektiv yolu da məhz həmin administrasiyanın dili idi. Narazılıq yaradan başqa bir məsələ idi. Mühafizəkarların fikrincə bu proses ənənəvi dəyərlərdən uzaqlaşma bahasına baş verirdi. Azərbaycan ziyalıları həmin o insanlar ki, ana dilində dərs ilə yazacaq, müsəlman uşaqları üçün dövlət məktəblərinin açılmasına kömək edəcək və sonradan müsəlman şərqində ilk demokratik respublikanı quracaq həmin ziyalılar 19-cu əsrin məhsulu idi. Onlar Avropa sivilizasiyasının təsiri altında formalaşmışdılar. Bu təsir isə dolayısıyla Rusiya imperiyasının kolonial administrasiyası vasitəsilə gəlirdi. Digər tərəfdən isə onların kökləri fars-türk dominantasına əsaslanan ənənəvi İslam mədəniyyətinə bağlı idi. İnqilabdan əvvəlki dövrdə köklü azərbaycanlı üçün bu ziyalılar kafirlərin həyat tərzini mənimsəmiş insanlar kimi görünürdü və buna görə də artıq tam mənada bizdən biri hesab olunmurdular. 100 il sonra artıq 1970-ci illərin durğunluq dövründə belə milli düşüncəli ziyalıların rus dilli azərbaycanlılara münasibətində skeptisizmi azalmamışdı. Şair Bəxtiyar Vahabzadə deyirdi: "Etiraf etməliyik ki, rus məktəblərində oxuyan azərbaycanlılar ana dilinin təbiətini və gözəlliyini hiss edə bilmir. Çox vaxt fikirlərini ana dilində ifadə edə bilmirlər." Rus dilli biri kimi səmimi deyim ki, müəyyən qədər haqlı idi. Çünki bu iki dil tamamilə fərqli dil ailələrinə aiddir və mənşə baxımından da tam fərqlidir. Amma rus dili və Azərbaycan dilli azərbaycanlılar arasında mübahisələrin səbəbi həm o zaman, həm də indi təkcə dil məsələsi deyil. Burada tarix olmadan keçinmək mümkün deyil. Həm müstəmləkə dövründə, həm də Sovet dövründə dil siyasəti sanki bir-birini təkrarlayırdı. Hər iki halda əvvəlcə yerli dilə tolerant münasibət göstərilir, sonra inteqrasiya mərhələsi gəlir, məsələn qarışıq rus-tatar məktəbləri. Lakin sonda müəyyən dərəcədə ruslaşdırma cəhdləri ilə nəticələnirdi. Məsələn 19-cu əsrin birinci yarısında Canişin Vorontsovun yerli dillərə müsbət münasibətini gənc SSR-də Sovetlərin kolonizasiya, yəni yerləşdirmə siyasəti ilə müqayisə etmək olar. Təsəvvür edin, Knyaz 1847-ci ildə müsəlman uşaqları üçün Zakavkaziya dövlət məktəbinin açılmasına nail olmuşdu və burada təhsilin ilk illərində uşaqlar ana dillərdə öyrənirdilər. Bu işdə Abbasqulu Ağa Bakıxanov da bilavasitə iştirak etmişdi. Baxmayaraq ki, mühafizəkar dairələr onu çox da sevmirdilər. Sonradan Canişin yerli əhali üçün ibtidai məktəblərin tədris planını təsdiqlədi və həmin plana görə təhsilin ilk illərində dərslər ana dilində aparılmalı idi. 1883-cü ildən isə Şamaxı əsilli rus müəllifi tərəfindən hazırlanmış Vətən dili adlı ilk Azərbaycan dilli dərslik nəşr olunmağa başladı. Sovet dövründə isə yerliləşdirmə siyasəti qeyri-rus xalqların dillərini rus dili ilə bərabərləşdirməyi və onları Sovet hakimiyyəti ilə barışdırmağı hədəfləyirdi. Amma bütün bu yaxşı niyyətli təşəbbüslər sonda müəyyən dərəcədə dil assimilyasiyası cəhdləri ilə nəticələnirdi. 19-cu əsrin ikinci yarısında 1862-75-ci illər arasında Qafqazda çap olunan dövrü mətbuat nümunələrinin 3də 2-si rus dilində idi. 100 il sonra Xruşovun siyasəti də şəhər mühitinin və elit təbəqələrin qismən ruslaşmasına gətirib çıxardı. Bundan əvvəlki ildə Stalin əlifbanın Kiril qrafikasına keçirilməsi barədə qərar qəbul etmişdi. Əlifba haqqında kanalda ayrıca video var. Link təsvir hissəsindədir.
həm Çar dövründə, həm də Sovet dövründə hakimiyyəti siyasəti rus dilinin yayılmasına və idarəetmə üzərində nəzarətin gücləndirilməsinə yönəlmişdi. Kolonial administrasiya Azərbaycanlılar arasında dominant olan İslam təhsil sisteminin islahatını və ya ana dilində dövlət məktəblərinin yaradılmasını istəmirdi. Çünki bu imperiyanın bütün təbəqələrinin mədəni baxımdan vahidləşdirilməsi ideologiyasına zidd idi. Sovet hakimiyyətinə isə rus dilində danışan, mərkəzə sadiq yerli bürokratiya, nomenklatura və ziyalılar lazım idi. Bununla belə ruslaşdırma siyasəti tam uğur qazana bilmədi. Əgər Çar dövründə ruslaşdırma siyasətini Azərbaycan dilli qəzet və jurnalların meydana çıxması müəyyən qədər zəiflədirdisə, 1875-ci ildən 1917-ci ilin fevralına qədər Rus imperiyasında 172 müsəlman qəzeti və jurnal nəşr olunurdu. Onların 60-ı, yəni təxminən 1/3-i Azərbaycan dilində idi. Deməli, bu yükü yeni formalaşan ziyalı təbəqəsi daşıyırdı. Nəhayət, bu siyasətin üzərindən birdəfəlik xətti 1905-ci il Rus inqilabı və daha sonra imperiyanın süqutu çəkdi. Milli Respublikanın qısa mövcudluğu dövründə isə milli kadrların çatışmazlığı səbəbindən bütün orta məktəblərdə rus dilini tədris dili kimi tamamilə aradan qaldırmaq mümkün olmadı. Eyni səbəbdən 1919-cu ildə açılmış Bakı Dövlət Universitetində də tədris rus dilində aparılırdı. Sovet dövründə ruslaşdırma cəhdlərinin uğursuzluğa düçar olmasının səbəbi isə artıq möhkəmlənmiş milli ziyalı təbəqəsi və formalaşmış milli bürokratiya idi. Onlar milli maraqların, milli kimliyin və gələcək dövlətçiliyin əsas qoruyucularına çevrilmişdilər. Dünyanın bir çox yerlərində olduğu kimi, məsələn, Britaniya, Hindistanda və Frans-Ərəb dünyasında olduğu kimi, yerli dil və administrasiya dili paralel mövcud olduqda nəticədə əhalinin bir hissəsində iki dilli yaranır. Şəhər əhalisinin böyük hissəsi ana dili kimi Azərbaycan dilini göstərsə də, gündəlik həyatın bir çox sahələrində rus dilindən istifadə edirdi. 1960-70-ci illərdə rus dili məktəblərinin sayının artması Bakı bu göstəriciyə görə rekordçu idi. Həmçinin ziyalı və bürokratik təbəqənin uşaqlarını daha çox rus məktəblərinə göndərməsi rus dilli Azərbaycanlıların sayının artmasına gətirib çıxarıb. Məsələn, yeni qanunvericiliyə görə qeyri-rus respublikalarında rus məktəblərində yerli dilin məcburi tədrisi ləğv edildi və valideynlərə uşaqları üçün rus və ya yerli dildə təhsil verən məktəbi seçmə hüququ verildi. Bir çox valideyn rus məktəbinin gələcək karyera üçün daha faydalı olacağını inandığı üçün bu qanun faktiki olaraq qeyri-rus dillərini ikinci dərəcəli vəziyyətə salırdı. Azərbaycan SSR bu qanunu tətbiq etmədikdə Respublika Partiya rəhbərliyinə təmizləmə aparıldı. 1959-cu ildə birinci katib İmam Mustafayev vəzifəsindən uzaqlaşdırıldı. Brejnev dövründə Respublika rəhbərlik edən Heydər Əliyev isə milli nomenklaturanı konsolidasiya etməyə çalışdı. Sanki yerləşdirmə siyasətini təkrarlayaraq yüksək idarəetmə vəzifələrinə əsasən etnik Azərbaycanlıları təyin edirdi. Amma iki dillilik aradan qalxmadı. 1979-cu ildə Azərbaycan əhalisinin təxminən 30%-i iki dilli idi. Bəs bundan sonra nə baş verdi və bu proses hansı nəticələrə gətirib çıxardı? Bunu videonun ikinci hissəsində müzakirə edəcəyik. Orada ən mübahisəli sualı araşdıracağıq. Bugün Azərbaycanda rus dilinin və onun yerli daşıyıcıların vəziyyəti necədir və gələcəkdə nə olacaq? Abunə olun, bəyənin, şərhlərinizi yazın və bu videonu dostlarınızla paylaşın. Yeri gəlmişkən video həm ingilis, həm də rus dillərində mövcuddur. Və unutmayın, yaxşı və ya pis mədəniyyət olmur. Sadəcə başqa mədəniyyət olur. Salamat qalın.